Mama üçün şərf sipariş vermişik. Görən necə olacaq. Özüm daha baxın. Bu xanımın mamam fanatıdır. Hətta bizə hədiyyə də yollayıb. Sağ olsun mama indi özü. Ay. Mama gör rəngi nə gözəldir. Ay Allah ilişdi bir saniyə. Oy. Qəşəngdir, hə. Çox qəşəngdir. Güzeldir. Aa, buna bax. Özünə yazacağım. Buradan belə. Bunu biz toy üçün almışıq. Hicablı xanımlara da fikir olar. Yəqin ki, bu da çox qəşəng görsənir. Hazır. Ana hazır nədir bu? Mamam fikir qaldı. Hazır hicablardır bunlar. Sağ olsun. Çox qəşəng görsənir. Materiallar da süperdir. Bu da kaşka. Düşüyor mu? Maşın olsa da sürək. Baba maşın olsa da. Belirleməkdən qan damarlar belirləyəndə şey olur, yığılır.
Sonra uzaqdan mən bunları yumurtanın ağına bu gülləri batırdır. Bəli. Daha sonra qoyursunuz üzərinə. Doğrudurmu hörmətli Toğrul bəy? Bəli, bəli. Düzdür. Bu Daha dəfə sonra belə dedi. yaxşıdır. Evet efendim. Hazırlamasını çəkib paylaşa bilməsək də. Heç olmaz özümü çəkib paylaşım. Qızlar, deməli, saçıma serum vururdum. Hamamdan çıxmışdım, serum vururdum. Dedim, sizlə də paylaşım. İstəyirsiniz, skrin eləyin, götürün. Çünki bu uzun müddət ki, mənim saçımı qoruyur, bərpa eləyir saçı. Çox qəşəngdir. Mən bir ildir bəlkə, bir ildir istifadə edirəm. Bunun şampununu da istifadə edirəm, bunun serumunu da istifadə edirəm. Başqa bir, o birisi şeydə, hamamda da göstərərəm onu da, onu da istifadə edirəm, o da qəşəngdir. Mənim saçım zəifdir, tökülməyə meyillidir. Analizə qalsa da çıxmadığım analiz yoxdur, getmədiyim analiz yoxdur, amma yenə də tökülməyə meyillidir. Amma qızlar, məndə yanıq yoxdur. Heç bir yanıq yoxdur. Bir çox izləyicilərim mənə yazır ki, gedənin saçınızı təmizlətdirin, saçınıza qarşı biganə olmayın. Elə şey mümkün deyil ki, mən saçıma qarşı biganə olum. Sadəcə olaraq bu gendən gələn bir şeydir. Mənim xalam qızlarıdır, mamamdır, xalamdır. Hətta kişilərdə belə buruqdur saçları. Yəni bu gendən gələn bir şeydir. Ona görə mənim saçım belə, baxın, belə görsənir. Bəlkə. Bacım hətta keratin eləyəndə inanırsınız o qədər fikir verir ki, ona belə eləməlisiniz ki, əlinizə vurdunuz, belə eləyin ki, hər yerinə dəysin. Arıqlamışam deyə buralarım həddən artıq çox çöküb. Mamam indi görəcək, götürüb mənə yazacaq. Həddən artıq. Əslində isə yeməyim çox yaxşıdır. Bir dənə sümüskalar aldım. Bax. Bir dənə demişdi. Bir bax. Səliqəli götürdün. Hə? Heç olmaya səliqəli götürdün onu. Hə? Hamı baxacaq ki, bu necə dəcəldir, ilahi. Adın çıxıb day. Ha, ortalıqda deyib təzə təmizləmişəm. Nə axtarsan? Hə? Oldu. Oldu. Sən də dərsləri kim oxuyacaq? Ciləm çinməyə deyirəm, bir deyirəm. Ağzımı bu gün açmışam, elə deyib çinməyə girirəm. Mən bu gün demişəm dərs, bu deyib çinmək. Oldu, tamamı. Hə, tapdım. Nə ki olsa? Dərs oxumaq istəyirəm. Hayırdır? Dün söylediklerin için özür dilemiyor mu yani? Hayır dilemiyor. Senin bir tane konuşması. Neymiş? Her şey yaxşıdır. Siz değil misiniz? Nə oldu sənlədən, Toğrul?